Amil Xəlil çox açıq şəkildə dedi. Geyiminizi dəyişin, başınıza bir örpə yatın ki, qızınız sizi tanımasın. Gəlin gecə görün o nə işlə məşğuldur. O analar rayonda yaşayanlar, elə içi Bakıda yaşayanlar da, lap tutaq ki, mən Sumqayıtda yaşayıram, tələbə anası olaraq. Biz əslində Amil Xəlilə təşəkkür etməliyik ki, sən yıxtmışları oladırsan ki, sizin xəbəriniz var nə baş verir paytaxtda. Amil Xəlilin verilişinə görə Space televiziyasının yayımını 3 saat bağlayan audiovizual şuraya sual vermək istəyirəm. Amil Xəlil nəyə səhv demişdi ki? Amil Xəlil valideynlərə dedi ki, övladlarınızı imkan varsa öz yaxın rayonlarınızın universitetində oxutdurun. Niyə? Çünki gözünüzün qabağında olsun qızınız. Yox, paytaxta göndərirsinizsə, o zaman gəlin arada baş çəkin, görün qızınız hara gedir, hardan gəlir. Niyə bağladıq ki yayımı? Amil Xəlil dedi, tərbiyəli olaq və o qızların talilərini Allah ümidinə buraxmayaq deyə onu linç elədiniz. Yaxşı, gəlin indi baxaq görək. Zaurun, Xoşqədəmin, Lalə Azərtaşın, nə bilim, Ergizin, filanın verilişlərində nələr müzakirə olunur? Bu kötüyün içindən indi bir dənə bal sizə göstərirəm. Belə birinci bunun süzülməyini sizə göstərəcəyəm. Sırf meşə balıdır. Baxın. Alanda belə ballardan alın yiyin. İnşallah, əgər istəsəz, sabahlarım Bakı və Sumqayıta göndərib çatdıra bilərəm. 051 546 39 39. Eyni zamanda da Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmam tam pulsuz olacaq. Bütün növdə də ballardan hal-hazırda varımdır. Sağ olun.